adım Elxandır Abramov. Mən 1960-cı illərdə Bakıda anadan olmuşam. Mənim atam Xaçmastan, Qaracanlı kəndindəndir. Mənim anam Qırmızı qəsəbə Qubanın rayonundan gəlib və Bakıda Rus dili məktəbi, 16 nömrəli məktəbi qurtarmışam. Ondan sonra da Azərbaycan Neft və Kimya İnstitutunda oxuyurdum. 20 ilim çatanda mən Sovet ordusuna çağırdım. 2 il orada qalmışam Sovet ordusunda. Bir uzun müddətdə mən Azərbaycan statistikada işləyirdim. Sonra 1996-cı ildə mən Amerika köçdüm, mənim ailəmlə. 30 ilə yaxındır ki, Amerikada yaşayıram. Mənim üçün Azərbaycan dilində danışmaq biraz çətindir. Ona görə ki, 30 ildir Bakıdan çıxmışam. 30 ildir ki, Azərbaycanca danışmıram, amma ingiliscə danışıram. Ona görə ki, mən sizdən üzr istəyirəm. And it was right after the collapse of the United States. 1990-cı illərin əvvəllərində Sovet İttifaqı dağılandan sonra Azərbaycanda həyat çox çətinləşmişdi. O vaxtı mənim çox qohumlarımız Amerikada köçdülər. Mən onlardan xahiş elədim ki, bizə kömək eləsinlər. Mən anamı gətirim Amerikaya. My mother at the time was very sick. Anam ağır xəstə idi. Dərman tapmaq çətin idi. Onu ABŞ-ya gətirib müalicə etdirmək istəyirdik. Lakin təəssüf ki, vizamızı aldığımızdan cəmi bir həftə əvvəl anam Bakıda dünyasını dəyişdi. Onun məzarı və bir hissəm həmişəlik Bakıda qaldı. Amerikada gələndə mənim 35 yaşım idi. O 35 yaşında İngilis dilini bilmirdim. Mənim əsas dilim Rusçadır. Bir balaca Azərbaycan dilini bilirdim. Bir balaca Fransız dili. But none of these three languages helped me in the United States because the only language I supposed to know is English. Əsas dilim Rus dili idi. Bir qədər Azərbaycan və Fransız dilini bilirdim. Amma bunların heç biri ABŞ-da kömək etmirdi. İngilis dilini addım-addım öyrənməyə başladım. Axşam kurslarına getdim. İlk işimdə həmkarlarım dil öyrənməyimə çox kömək etdilər. Onların, dostlarımın və qohumlarımın dəstəyi ilə 2-3 ilə çox az maaşlı kuryer, ambar işçisi və ara sıra yük maşını sürücüsündən ixrac agenti səviyyəsinə yüksəldim. Bu həm maaş, həm də status baxımından böyük irəliləyiş idi. Dilim inkişaf etdikcə peşəkar karyeram da böyüdü. 1-2 il işlədim o yerdə, o kampaniyada. Cürbəcür işlər elədim. Sonra yavaş-yavaş dilim açılandan sonra, İngilis dilim açılandan sonra mənə vəzifə verdilər. 1-2 ildə işlədim orada. Sonra mənə başqa şirkətdən məni çağırdılar ki, mən işləyim onlar üçün. Mənə yaxşı bir vəzifə verdilər. O təzə kampaniyada gedəndə mənə imkan verdilər ki, mən öz departmentimi açım. Beynəlxalq yük daşımaq görəm. Mən də o departmentin başçısıydım. My current job 2002-ci ildə hazırda işlədiyim incəsənət əsərlərini beynəlxalq daşınması üzrə ixtisaslaşan şirkətdən iş təklifi aldım. Şirkət dünyanın ən nüfuzlu muzeyləri, qaleriyaları və tanınmış kolleksiyaçıları ilə işləyir. ABŞ-dən kənara və ya ABŞ-ya gələn yüklərin həm Amerika qanunlarına, həm də qarşı tərəf ölkələrinin qanunlarına uyğun daşınmasına cavabdehəm. Hazırda uyğunluq və beynəlxalq logistika üzrə vitse-prezident vəzifəsində çalışıram.
Şirkətimizdə təxminən 100 əməkdaş var. Ofislərimiz New York, Los Angeles, Miami və Şimali Karolinada yerləşir. İşim çox maraqlıdır. Dünyanın hər yerindən insanlarla işləyir, beynəlxalq sərgilərdə və tədbirlərdə iştirak edirəm. Tanınmış sənətçilərlə əməkdaşlıq edirəm. The life in United States and in New York specifically is ABŞ-dakı həyat, xüsusən New York həyatı Bakıda 1995-ci ilə qədər yaşadığım həyatdan tamamilə fərqlidir. 35 yaşında buraya gəldiyim üçün artıq formalaşmış bir insan idim. Öz mədəniyyətim və düşüncə tərzim vardı. ABŞ-ya uyğunlaşmaq üçün müəyyən mənada özümü yenidən formalaşdırmalı oldum. Lakin Azərbaycan mədəniyyətindən, Bakının gözəl xüsusiyyətlərindən imtina etmədim. Eyni zamanda ABŞ mədəniyyətinə də uyğunlaşdım. İki mədəniyyətin gözəl tərəflərini həyatımda qorumağa çalışıram. Mənim həyat yoldaşım milliyyətcə rusdur. Təəssüf ki, bizim övladımız olmadı. Biz Amerikaya köçəndə atam da bizimlə gəldi. Əvvəllər ona bura alışmaq çox çətin idi. Sonra bir qədər alışdı. O elə burada, New Yorkda vəfat etdi. Məzarı da buradadır. Azərbaycan kiçik olsa da mənim fikrimcə müəyyən mənada ABŞ-ya bənzəyir. Çox millətli, çox mədəniyyətli bir ölkədir. Bakıda böyüyərkən Rus, Ukraynalı, Özbək, Yəhudi və digər millətlərdən olan dostlarım olub. ABŞ-da eyni şəkildə müxtəlif millətlər bir arada yaşayır. Amerikadakı həyat Bakıda yaşadığım həyatdan fərqlidir. Azərbaycanda dostlar bir-birinə xəbər vermədən evə gələ bilirdi. Amerikada isə əvvəlcədən vaxt təyin etmək lazımdır. Burada insanlar daha çox şəxsi məkan və istirahət vaxtına önəm verir. Xaricə köçməyi planlaşdıranlara əsas tövsiyəm odur ki, qorxmasınlar. Çətinlikdən çəkinməsinlər və çox çalışsınlar. İlk mərhələdə dil öyrənmək vacibdir. Amerikaya gəlirsinizsə, ingilis dilini mütləq bilməlisiniz. Hətta çox aşağı vəzifədən başlamaqdan qorxmayın. Çətinliklər keçəcək, amma siz günü-gündən daha yaxşı vəziyyətə gələcəksiniz. İndi bizim burada böyük bir dost çevrəmiz var. Həm Azərbaycanlılar, həm də müxtəlif millətlərdən olan dostlar. Amerikadakı Azərbaycan icması ilə sıx əlaqədəyik. Mədəni tədbirlər keçirir, bir-birimizə kömək edirik. Bakıdakı qohumlarım ilə də əlaqəni qoruyuruq. Təəssüf ki, 30 il ərzində hələ də Bakıya gedə bilməmişəm. Amma tezliklə gedib dostlarımı, qohumlarımı görmək və anamın qəbrini ziyarət etmək istəyirəm. Məsafə və ötən zaman heç nəyi dəyişməyib. Azərbaycan mənim hər şeyimdir. Azərbaycanda gedən bütün prosesləri yaxından izləyirəm. Qarabağın azadlığa qovuşduğu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi günləri biz burada böyük sevinc və coşqu ilə qeyd etdik. İndi Qarabağda aparılan yenidən qurma işlərini yaxından izləyirəm və sevinərək deyirəm ki, bu qürur verir. Mən Bakını çox sevirəm. Mən Bakının Azərbaycan cəmiyyətini çox sevirəm. Azərbaycan musiqisini çox sevirəm. Əlbəttə ki, darıxıram. Mənim vaxtilə çox böyük Azərbaycan musiqisinin kolleksiyası var idi. İndi ona görə ki, Spotify, bizdə Spotify var, başqa şeylər. Amma məndə hər dəfə mənim dostlarım Bakıdan gələndə bir dənə şey istəyirdim ki, onlar təzə bir musiqi CD disk gətirsinlər, təzə Azərbaycan musiqi ilə. İndiyə kimi mənim bir böyük musiqi kolleksiyasım var. Azərbaycan cazdan başlayıb, Azərbaycan muğam, Azərbaycan pop musiqi, Bakinski şanson, cürbəcür musiqini. Mən çox darıxmışam Bakı üçün. Məsəl üçün, Raşid Beybutunun layihələr, Flora Kerimovun Bir Axşam Taksidə, Vaqif Mustafazadə musiqi. Bizim planlarımız var ki, Allah qoysa bir 2-3 ilə Bakıya gedək.
1-2-3 həftə vaxt keçirək orada, Qubaya gedək, anamın qəbri üstünə gedək, bizim dostlarımızı görək. Çox darıxmışam. Ben bütün Azərbaycan xalqına ürəkdən sevgi və can sağlığı göndərirəm.